Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız 9 illik din test vəsaitindən sifət haqqında olacaqdır. Birinci sual. Fiildən düzələn sifətləri müəyyən edin. Təmiz, sadə söz çıxdıq. Azğın, azmaq feilindən azğın sifət əmələ gəlir. Yandırıcı, yanmaq feilindən yandırmaq feili, yandırmaq feilindən yandırıcı sifət əmələ gəlir. Bitmək feilindən bitkin sifət əmələ gəlir. Cavabımız olur ilə B variantı. Böyümək feilindən böyük sifəti, həvəs ismindən həvəskar sifəti, çox sayından çoxlu sayı əmələ gəlir. A variantında digər sözləri də təhlil edək. İşıq ismindən işıqlı sifəti, soymaq feilindən soyuq sifət əmələ gəlir. Mehriban sadə sözdür, hündür sadə sözdür, gendən geniş düzəltmə sözdür, amma feildən əmələ gəlməyib. Kiçik sadə, uca sadə, naxış ismindən naxışlı sifət əmələ gəlir. Cavabımız B variantıdır. İkinci sual. Azaltma dərəcəsində olan sifət hansıdır? Sapsarı çoxaltma, gömgöy çoxaltma, uzunsov azaltma, sov çəkilisi vasitəsindən əmələ gəlib. Açıq-aşkar adi dərəcədir, meydança isimdir. 3. Çoxaltma dərəcəsində olan sifət hansıdır? Ağ təhər azaltma. Tünd çay sözündə tünd dərəcə əmələ gətirməyibdir. Çünki tünd sözünün dərəcə əmələ gətirilməyi üçün sifətə artırılaraq defisdən yazılmalıdır. Açıq sarı azaltma dərəcəsindədir, çox mərtəbəli adi dərəcədədir, dost doğma. Doğma, demək sözün ilk hecası götürülüb, m-pırısı hansı uyğun gəlirsə artırılır və dost doğma çoxaltma dərəcəsində olan sifət əmələ gətirilir. Dördüncü sual. Biri düzəltmə sifətdir, irs ismindən irsi sifət əmələ gəlir. E ilə A variantıdır, digərləri sadə sifətdir. Beşinci sual. Biri mürəkkəb sifət deyil, elə A variantıdır. Çünki tələm-tələsik getdi, hərəkətlə bağlıdır. Sifətlər isə əşyadan, yəni isimdən bağlı olmalıdır. Digərləri isə düzəltmə sifətlərdir. Düzəltmə yox, daha doğrusu mürəkkəb. Altıncı sual. Birində sifət işlənmişdir. O əyninə dəri palto geyinmişdi, burada yoxdur. Dəri sözü burada isimdir. İki isim yanaşı gələndə birinci isim ikinci ismi təyin edilir. Cümlədə təyin vəzifəsində olur, amma nitq hissəsi baxımından yenə də isim qalır. B variantında da sifət yoxdur. Torpaq burada yenə isimdir. C variantında gür sözü sifətdir. Cavabımız olur C variantı. Gümüş kəmər, gümüş yenə isimdir. Yun yenə isimdir. 7. Birində sifət işlənməmişdir. A variantında çətin sifətdir. B variantında təzə sifətdir. C variantında maraqlı sifətdir. D variantında insan ismindən insani sifət əmələ gəlir. Cavabımız E variantıdır. Baxın, burada yenə dəri. Dəri çəkmə. Necə çəkmə deyirik. Amma iki isim yanaşı gəlir. Ayrılıqda sual veririk. Dəri nə? Dəri isimdir. 8. Hər üçü azaltma dərəcəsində olan sifətdir. Qırmızı adidir. Ağımtıraq azaltmadır. Şirin təhər azaltmadır. Bizə hər üçü lazımdır. Açıq sarı azaltmadır. Nazik adidir. Kövrək adidir. Ağılsız adi, yağsız adi, açıq qara azaltma. Sarışın azaltma, ağımsov azaltma, göyümtül azaltma. Cavabımız D variantıdır. Daha qısa çoxaltmadır. Lap artıq çoxaltmadır. Ağımtıl azaltmadır. Cavabımız D variantı oldu. 9. Hər üçü azaltma dərəcəsində olan sifətdir. Göyümtül azaltmadır, qaraşın azaltmadır, sarı təhər azaltmadır. Cavabımız A variantıdır. Bolluca çoxaltmadır, tünd yaşıl çoxaltmadır, uzunsov azaltmadır. Kiçik adi, cavan adi, körpə adi. Şirin təhər azaltma, qapqara azaltma, qapqara daha doğrusu çoxaltma, sarımtıl azaltma. Lap gözəl çoxaltma, daha yaxşı çoxaltma, qıpqırmızı çoxaltma. Cavabımız A variantı oldu. 10-cu sual. Hansı nümunədə birləşmənin asıl tərəfi sifət deyil? Dünən zərfindən dünənki sifət əmələ gəlib, sərt sifətdir, qoca sifətdir, məcazi sifətdir, amma palçıq sözü isimdir. Cavabımız olur D variantı. 11. Ürək açıq sözü ilə bağlı səhvi müəyyən edin. Adi dərəcədədir, bəli. Cümlədə əsasən təyin olur, bəli. Sifətdirsə, sifət cümlədə ən çox təyin vəzifəsində işlənir. Mürəkkəb sifətdir, bəli. İki sözün birləşməsindən əmələ gəlib mürəkkəbdir. Necə sualına cavab verir, düzdür. İkinci tərəfi sadə sifətdir. İkinci tərəfi açıq, açmaq feilindən açıq sifət əmələ gəlib. Yəni sadə yox, düzəltmə sifətdir. Cavabımız D variantıdır. Birinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edib. Bəli, öz ürəyi. Birinci tərəf həqiqətən də mənsubiyyət şəkilçisi qəbul edib. Cavabımız D variantı oldu. 12.
Hansı sifət azaltma dərəcəsindədir? Gömgöy çoxaltma, tərtəmiz çoxaltma, tünd yaşıl çoxaltma, böyük adi, açıq sarı azaltma dərəcəsindədir. Açıq sözü sifətə artırılırsa, defisdən yazılırsa, azaltma dərəcəsi əmələ gətirir. 13. Hansı sifət azaltma dərəcəsindədir? Sarımtıl azaltma dərəcəsindədir. Dümdüz çoxaltma, kiçik adi, qupquru çoxaltma, tünd qara çoxaltmadır. 14. Feildən düzələn sifəti müəyyən edin. Feildən düzələn sifət səpki isimdir, qurğu isimdir, yağış isimdir, tapşırıq isimdir, böyümək feilindən böyük sifət əmələ gəlir. Cavabımız Y variantıdır. 15. Feildən düzələn sifəti müəyyən edin. Sürgün isimdir, yanğın, basqın isimdir, yaraq isimdir, sürüşmək feilindən sürüşkən sifət əmələ gəlir. Cavabımız B variantıdır. 16. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Dağ isimdir, qarış feildir, cəfa isimdir, uç feildir, dünən zərfindən dünənki sifət əmələ gəlir. Cavabımız olur Y variantı. 17. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Burada da əvvəlki, əvvəl zərfindən əvvəlki sifət əmələ gəlir. Sürət isimdir, əz feildir, zarafat isimdir, yor feildir. 18. Adi dərəcədə olan sifəti müəyyən edin. Dəlisov azaltma, tünd yaşıl çoxaltma, sarımtıl azaltma, xırdaca çoxaltma, enli adi dərəcədə. Cavabımız C variantıdır. 19. Azaltma dərəcəsində olan sifəti müəyyən edin. Demək, dümdüz çoxaltmadır, ağappaq çoxaltmadır, gömgöy çoxaltmadır, balaca çoxaltmadır, dəlisov nədir? Azaltma dərəcəsində. Cavabımız olur B variantı. 20. Adi dərəcədə olan sifəti müəyyən edin. Sapsarı çoxaltma, dümağ çoxaltma, yamyaşıl çoxaltma, açıq qırmızı azaltma, gözəl adi dərəcədədir. 21. İki düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. İsti qanlı, isti sadə qanlı düzəltmə. Bu bir sadə bir düzəltmədir. İrili, xırdalı. Bax, cavabımız B variantıdır. İrili də, xırdalı da nədir? Düzəltmədir. 2. Sadə mərtəbəli düzəltmə. Sözü bütöv kisdə sadədir, hazır cavab kisdə sadədir. Cavabımız B variantıdır. 22. İki düzəltmə sifətdən yaranan mürəkkəb sifəti müəyyən edin. Sından sınıq, qəlbdən qəlbli. Elə A variantıdır. Cavabımız iki düzəltmə sifətin birləşməsindən yaranıb. Şirin şirin. Sadə sifətlərin birləşməsindən yaranıb. İsti qanlı, sadə və düzəltmə sifətlərin birləşməsindən yaranıb. Üç telli, sadə və düzəltmə sifətlərdir. Stol üstü bu ikisi də sadə sözlərdir. Cavabımız A variantıdır. 23. Sadə say düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifət. Sadə say, düzəltmə sifət. Demək, 3 rəngli sözündə 3 sadə saydır, rəngdən də rəngli əmələ gəlir. Cavabımız C variantıdır. 24. Sadə say və düzəltmə sifət, sadə say, düzəltmə sifət. 3 bucaqlı, 3 sadə, bucaqdan bucaqla əmələ gəlir, düzəltmə. Cavabımız D variantıdır. 25. Cümlələrin birində sifət məcazi mənada işlənib. A. Çiçək dostluq əlamətidir. Burada yox. Tərləyəndə soyuq su içmək ziyandır. Su soyuq ola bilər. Qara qoç Məlik Məmmədi oradan uzaqlaşdırdı. Qoç qara ola bilər. Ətrafda gözəl bir mənzərə yaranmışdı. Demək, gözəl mənzərə ola bilər. Dərin fikir. Fikir. Necə fikir? Dərin fikir. Burada dərin nədir? Məcazi mənada. Cavabımız Y variantıdır. 26. Birləşmələrin birində sifət məcazi mənada işlənibdir. Soyuq münasibət məcazidir, qalanları həqiqidir. 27. Birləşmələrin birində sifət məcazi mənada işlənibdir. Demək, şirin söhbət məcazidir. 28. Hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? Doğru söz acı olar. Burada doğru sifətdir. Necə söz? Necə sualını verdik. Demək, bu ismin xüsusiyyətini daşımayıbdır. Sifət o zaman ismin xüsusiyyətini daşıyır ki, ismin sualına cavab versin. Ağıllı oyunçu uduzmaz. Uduzmaz kim oyunçu? Hansı oyunçu ağıllı? Ağıllı sifətdir. Sifətin sualına cavab verdisə, demək isimləşməyib. Atam nikbin adamdır. Adamdır. Kim atam? Necə nikbin? Nikbin sifətdir, isimləşməyibdir. Körpə bizə baxıb gülümsüyürdü. Nə edirdi? Gülümsüyürdü. Kim körpə? Körpə sifətdir. Kim sualına cavab verdi? Cümlədə mübtəda vəzifəsində işləndi. Demək ki, ismin xüsusiyyətini daşıdı. Ehtiyatlı insan ac qalmaz. Hansı insan ehtiyatlı? Ehtiyatlı sifətdir. 29. Antonim sifətlərin cərgəsini müəyyən edin. Acgöz göz tox olar, xəstə sağlam olar. Biri götürürük. Möhkəmlə bərk sinonimdir. Yaşlı, qoca sinonimdir. Qoca cavan olar, isti soyuq olar. 4-ü götürürük.
yaşıldan qara olmaz. 1-dən 4-dür cavabımız A variantı. 30. Çoxaltma dərəcəli sifətlərin sırasını müəyyən edin. Sapsarı çoxaltmadır, yaşıl adi, bozumtul azaltma. Gömgöy çoxaltma, qapqara çoxaltma, açıq sarı azaltma. Ağappaq çoxaltma, tərtəmiz çoxaltma, yaxşıca çoxaltma. Cavabımız C variantıdır. Uzunsov azaltma, ağımtıraq azaltma, qırmızımtıl azaltma. Dümağ çoxaltma, yamyaşıl çoxaltma, ağımtıl azaltma. 31. Mürəkkəb sifətlərdən biri mənsubiyyət şəkilçisinin köməyi ilə düzəlibdir. Mənsubiyyət şəkilçisinin. Şəhərlər arası, baxın, şəhərlər arası sözündə axırdakı şəkilçi nədir? Mənsubiyyət şəkilçisidir. Cavabımız C variantıdır. 32. Biri sifətin səciyyəvi xüsusiyyəti deyil, yəni sifətə aid bir xüsusiyyət deyil. Əşyanın əlamətini bildirmək sifətə aiddir. Müqayisə dərəcələrinə malik olmaq sifətə aiddir. Cümlədə təyin xəbər vəzifəsində işlənmək sifətə aiddir. Necə, nə cür, hansı suallarına cavab vermək sifətə aiddir. Hallanmaq ismə aid xüsusiyyətdir. Düzdür, sifət hallana bilir, amma o zaman ismin xüsusiyyətini qəbul eləmiş olur. 33. Quruluşda sadə sifətlərdən ibarət cərgəni müəyyən edin. Ürkmək feilindən ürkək sifət əmələ gəlir. Parlamaq feilindən parlaq sifəti. Çürümək feilindən çürük sifət əmələ gəlir. Bizdən sadə istəyir. Qıvraq sadədir, seyrək sadədir, kövrək sadədir. Cavabımız olmalıdır B variantı. İnciməkdən incik, dolaşdan dolaşıq, daha doğrusu dolaş, dolaşıq. Qarışdan qarışıq. Titrədən titrək, soyudan soyuq, soldan solğun. Əzdən əzik, uçdan uçuq, bulaş, bulaşıq. Cavabımız B variantıdır. 34. Qorxaq sifəti hansı cümlədə ismin xüsusiyyətini daşıyır? İgid bir dəfə ölər, qorxaq isə 1000 dəfə. İgid bir dəfə ölər, qorxaq isə 1000 dəfə ölər. Nə edər ölər? Kim? Qorxaq. Qorxaq sözünə kim sualını verdik? Cümlədə mübtəda vəzifəsindədir. Demək ki, burada ismin xüsusiyyətini qəbul edir. Cavabımız olur A variantı. Bəlkə bundan da qorxaq. Burada qorxaq nə edək? Bu feildir. Qorxaq dost, necə dost? İsimləşməyibdir. Cəmil uşaqlıqdan necədir? Qorxaqdır. İsimləşməyibdir. Səngəri qoyub qaçanlar qorxaq düşmənlər idi. Necə düşmənlər? Qorxaq. Bu da yenə sifətdir. İsimləşməyib. 35. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Bayaqki sözü bayaq zərfindən bayaqki sifət əmələ gəlir. Cavabımız C variantıdır. 36. Hansı sərgidəki sifətlər quruluşca sadədir? Kəsmək feilindən kəsik sifəti. Dairə ismindən dairəvi sifəti. Xurmadan xurmayı sifəti. Bizdən quruluşca sadəni istəyir. Cavabımız A deyil. Böyümək feilindən böyük sifəti. Tibb ismindən tibbi sifəti. Kütlə ismindən kütləvi sifəti. Bu da düzəltmədir. Soymaq feilindən soyuq sifəti. Elm ismindən elmi sifəti. Sıradan sıravi. Bunlar da düzəltmədir. Sından sınıq, xaric, xarici, badam, badamı. Düzəltmədir. Yumşaq sadə, bədii sadə, mədəni sadə. Cavabımız C variantıdır. 37. Nümunələrin biri isimdən düzələn sifət deyil. Yanmaq feilindən yandırmaq feili, yandırmaq feilindən yandırıcı sifəti. Bizə deyir, isimdən düzələn sifət deyil. Elə cavabımız A variantıdır. Çünki yandırmaq feilindən əmələ gəldi. İnsan ismindən insani, ot ismindən otsuz, qəhvə ismindən qəhvəyi, şərt ismindən şərt əmələ gəlir. 38. Düzəltmə sifətləri müəyyən edin. Zəhmətkeşlik nə? İsimdir. Evdarlıq nə? İsimdir. Oxuyan, ən şəkilçisi var, feili sifətdir. Deyən, feili sifətdir. Oxumalı, malı feili sifətin şəkilçisidir. Aldığı, dığı feili sifətin şəkilçisidir. Meşəlik isimdir. Ütü ismindən ütülü sifəti, ot ismindən otsuz sifəti. Cavabımız D variantıdır. 39. Cərgələrin birində yalnız isimdən düzələn sifətlər verilmişdir. Balaca, bu yalnız bir kökdən ibarətdir. Ölmək feilindən öldürmək feili, öldürmək feilindən öldürücü sifəti, feildən düzəlir. Norma ismindən normal sifəti, işıq ismindən işıqlı sifəti, söz ismindən sözsüz sifəti, qorxmaq feilindən qorxunc sifəti. İsimdən düzələn lazımdır biz ancaq. Ənənə ismindən ənənəvi sifəti, qayğı ismindən qayğılı sifəti, gümüş ismindən gümüşü sifəti əmələ gəlibdir. Cavabımız olmalıdır C variantı. Dünən zərfindən dünənki sifəti, qabaq zərfindən qabaqcıl sifəti, kəsmək feilindən kəskin sifəti. Ağlamaq feilindən ağlağan sifəti, burmaq feilindən buruq sifəti, düzmək feilindən düzgün sifəti əmələ gəlib. Cavabımız C-dir.
İsimdən düzələn sifətlər cərgəsini müəyyən edin. Ev ismindən evdar sifəti, qırmaq feilindən qırıcı sifəti, uçmaq feilindən uçuq sifəti əmələ gəlir. Solmaq feilindən solğun sifəti, əzmək feilindən əzik sifəti, su ismindən sulu sifəti əmələ gəlir. Duz ismindən duzlu sifəti, zarafat ismindən zarafatçıl sifəti, sim ismindən simsiz sifəti əmələ gəlir. Cavabımız C variantıdır. Təmiz yalnız bir kökdür. Çalışmaq feilindən çalışqan sifəti, maraq ismindən maraqlı sifəti əmələ gəlir. Qabaq zərfindən qabaqcıl sifəti, ötmək feilindən ötkün sifəti, sönmək feilindən sönük sifəti əmələ gəlir. Cavabımız C oldu. 41. İsimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər. İsim sifət, dil, isim, şirin sifət, qəlb, isim, təmiz sifət. Elə cavabımız olur A variantı. 42. Afaq məsuliyyətli və çalışqan idi cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdir? Necə idi? Məsuliyyətli idi. Necə idi? Çalışqan idi. Məsuliyyətli, çalışqan sifətlər və xəbər vəzifəsində işlənirlər. 43. Nəriman ürəyi açıq və səmimidir. Necədir? Ürəyi açıqdır. Necədir? Səmimidir. Ürəyi açıq, səmimi sifətlər necədir? Sualını verdik. Xəbər vəzifəsində işləniblər. Y variantı. 44. Sifətlərdən biri düzəltmə deyil. Bildir zərfindən bildir ki sifəti, əxlaq ismindən əxlaqi sifəti, tərbiyə ismindən tərbiyəvi sifəti, qabaq zərfindən qabaqcıl sifəti, qiyabi sözü nədir? Sadədir. 45. Sifətlərdən biri düzəltmə deyil. Andan anə əmələ gəlir, kütlədən kütləvə əmələ gəlir, şərtdən şərt əmələ gəlir, xaricdən xaricə əmələ gəlir, çəhrayı sadədir. 46. Sözlərdən birinin kökü sifətdir. Qurumaq feilindən qurutmaq feil əmələ gəlir. Çünki feil artırılmalıdır. Quru sifətindən quruluq. Lıq şəkilçisi feillərə yox, adlara artırılır. Cavabımız olmalıdır B variantı. Qurumaq feilindən qurucu. Icı feillər artırılır. Qurumaq feilindən qurğu. Ğı, ki, qu, kü feillər artırılır. Qurumaq feilindən qurum. Cavabımız B variantıdır. 47. Sözlərdən birinin kökü sifətdir. Düzmək feilindən düzdürmək feili. Düzmək feilindən düzün feili, düzmək feilindən düzgün, baxın, gün də feil artırılan şəkilçidir, orada düz feildir. Düzməkdən düzülmək, düzəlməkdir sözümüz. Çünki burada al, əl şəkilçisi feilə yox, adlara artırılan şəkilçidir. 48-ci sual. Sifətlərdən birinin yazılışında səhvə yol verilmişdir. Kəm, şirin, düz, ala yarımçıq, açıq, sarı, tünd, qırmızı, düz. Qara, təhər bitişik yazılmalıdır. Defisdən yazılmamalıdır. 49. Sifətlərdən birinin yazılışı səhvdir. Elə yaşıl təhər, çünki təhər yenə defisdən yox, bitişik yazılmalıdır. 50. Hansı cümlədə iki düzəltmə sifəti işlənmişdir? Elmi düzəltmədir, amma başqa burada düzəltmə sifət yoxdur. Eyvandakı düzəltmə, yanıqlı düzəltmə. Cavabımız B variantıdır. Eyvandakı da düzəltmədir, yanıqlı da düzəltmə sifətdir. C variantında yamanlıq, yaxşılıq olar isimlərdir. D variantında böyük düzəltmə sifətdir, amma kiçik sadədir. Y variantında da yoxdur. 51. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Eyvandakı düzəltmədir, amma A variantında başqa düzəltmə yoxdur. Evlərindəki düzəltmədir, qədimi düzəltmədir. Cavabımız olmalıdır B variantı. C variantında ümumiyyətlə sifət yoxdur. D variantında uca boylu mürəkkəbdir. Y variantında gənc sadədir, həmişəki düzəltmədir. Belə. 52. Hansı ədatlar sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edilir? Ən, lap, daha. Demək, sifətin əvvəlinə artırılır və çoxaltma dərəcəsini əmələ gətirir. 53. Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? A variantındakı çox mərtəbəli adi dərəcədədir. B variantında xəfif adi dərəcədədir. Tərtəmiz çoxaltma dərəcəsindədir. Cavabımız C variantıdır. Dəli, sovdur, açıq, sarıdır. Bunlar azaltma dərəcəsindədir. 54. Hansı cümlələrdəki sifət çoxaltma dərəcəsindədir? 1-də günəşli adi dərəcədədir. 2-də yamyaşıl çoxaltma dərəcəsindədir. 3-də yoxdur. 4-də ən əziz çoxaltma dərəcəsindədir. Demək 2-dən 4-dür cavabımız D variantı. 55. Azaltma dərəcəsində olan sifət ağappaq çoxaltma dərəcəsindədir. Sarımtıl azaltma dərəcəsindədir. Cavabımız olur B variantı. 56. Hansı cümlədəki sifət azaltma dərəcəsindədir? A-da təmiz adidir. B-də yaşıl adidir. Açıq qırmızı
nədir? Azaltma dərəcəsindədir. Cavabımız C variantıdır. Qısaca çoxaltmadır, dümağ çoxaltmadır. 57. Sözlərdən biri düzəltmə sifət deyil. Elə riyazi sözü, riyaz deyə söz yoxdur. Elmdən elmi, tibbdən tibbi, badamdan badamı, gümüşdən gümüşə əmələ gəlir. 58. Səhv yazılmış sifəti müəyyən edin. Küs, kün yazılmalıdır. A variantındakı səhvdir. Digərləri doğrudur. 59. Hansı sifətin yazılışında səhvə yol verilmişdir? Burada açıq sarı defisdən yazılmalıydı. Cavabımız B variantıdır. 60. Hansı cümlələrdə sifətin müxtəlif dərəcələrinə aid nümunə var? Demək, yeni adi dərəcədə, daha ağır çoxaltma dərəcəsində. Ona görə biri götürürük. Köhnə adi dərəcədə, burada qara da adi dərəcədədir. 2 götürmürük. Hamı onun çalışqan adi dərəcə, çox bacarıqlı çoxaltma dərəcəsindədir. 3-ü götürürük. Açıq şabaldı azaltmadır. Geniş adi dərəcədədir. 4-ü götürürük. Ağıllı, istedadlı bunlar xoşxasiyyət adi dərəcədədir. 1-3-4 cavabımız olmalıdır B variantı. 61. Cümlələrdən birində sadə və mürəkkəb sifət var. Qarışıq düzəltmədir, başqa yoxdur. Duzlu düzəltmədir, yoxdur. Stol üstü mürəkkəbdir, sadə yoxdur. Ağ saçlı mürəkkəbdir, yumşaq, sadədir. Cavabımız D variantıdır. Təzə adi güllü düzəltmədir. 62. Cümlələrin birində düzəltmə və mürəkkəb sifət var. Qayğıkeş düzəltmədir, şirin-şirin mürəkkəbdir. Qayğıdan qayğıkeş əmələ gəlir, şirin-şirin də iki sözün birləşməsindən əmələ gəlir. Cavabımız olmalıdır ilə A variantı. 63. Hansı cümlədə adi azaltma və çoxaltma? Sartəhər azaltma, şip-şirin çoxaltma adi yoxdur. Açıq təhər azaltma, başqa yoxdur. Badamı adi, uzun adi, başqa yoxdur. Sarı adi, göyümtül azaltma, tünd qırmızı çoxaltma. Cavabımız D variantıdır. 64. Hansı nümunələrdə həm düzəltmə sifət, həm də sifətdən düzələn söz? Həm düzəltmə sifət, həm də sifətdən düzələn söz. Yağmaq feilindən yağış ismi, yağış ismindən yağışlı sifətə əmələ gəlir. Bu sifətdir. Sifət. Bir də sifətdən düzələn söz. Baxaq burada çətinləşir sözü. Çətin sifətindən çətinləşmək feil əmələ gəlir. Biri götürərik. B variantında böyük düzəltmə sözdür. Amma burada sifətdən düzələn söz yoxdur. 3-də B variantında yox, 2-də daha doğrusu 2-də qeyd elədik. Doğmaq feilindən doğma ismi, doğma sifəti var. Bir də gözəl sifətindən gözəllik ismi əmələ gəlir. Yəni həm düzəltmə sifət, həm də sifətdən düzələn söz var. 4-də coşqun düzəltmə sifətdir, amma sifətdən düzələn söz yoxdur. Həşəmətli düzəltmə sifətdir, amma sifətdən düzələn söz yoxdur. 1-3. Cavabımız D variantıdır. 65. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Yanlış fikirlər istəyir bizdən. Sifətin quruluşca hər üç növünə aid nümunə var. Baxaq. Qoca, sadə, ağ saç, mürəkkəb. Düzəltmə varmı? Qarşısındakı, bu da düzəltmə. Bir doğrudur. Bizdən yanlış istədiyinə görə biri çıxaq. Sadə sifətlə ismin birləşməsindən yaranan mürəkkəb sifət. Ağ saç. Bəli, 2 doğrudur. 2-yi götürmürük. Cavan sözünün sinonimi. Burada cavan sözünün antonimi var. Sinonimi yoxdur. Cavan, qoca. 3-ü götürürük. Sifətlərdən biri əlamətin normadan çox olduğunu bildirir. Yəni çoxaltma dərəcəsi qıpqırmızı. Bəli, 4 düzdür, 4-ü götürmürük. Sifətin dərəcələrinin hər üçünə aid nümunə var. Qıpqırmızı çoxaltma, digərləri adi dərəcədədir. Azaltma dərəcəsi yoxdur. Ona görə də cavabımız B variantı 3-5. 66. Verilmiş cümlə əsasında uyğun fikirləri müəyyən edin. Mələk Fərmanın bu bəstə boylu, qara və çatma qaşlı qızdan qorxduğunu hiss edirdi. Demək, nə etməliyik? Biz buradan doğrudan doğru, yanlışdan yanlış götürməliyik. Sifətin quruluşca 2 növünə aid nümunə var. Quruluşca 2 növü. Bəstə boylu mürəkkəb, çatma qaşlı mürəkkəb, qara
sadə. Düzdür, düzəltmə yoxdur. Bütün sifətlər təyin vəzifəsindədir. Demək, hiss edirdi. Demək, nə edirdi? Hiss edirdi. Kim? Mələk. Mələk hiss edirdi nəyi? Fərmanın qorxduğunu. Burada təyin vəzifəsində deyirlər. Hamısı, baxın, fərmanın qorxduğu sözünə qədər bir təhlil edirik. Təyin deyirlər. Tamamlığın tərkibindədirlər. Demək, 2 yanlışdır. 2 çıxırıq. Düzəltmə sifət işlənmişdir. Düzəltmə sifət. Demək, xeyr, bəstə boylu mürəkkəbdir, çatma qaşlı mürəkkəbdir, qara sadədir. 3-ü çıxırıq. Sifətlər əlamət bildirir. Bəstə boyu görə bilərik, qaranı, çatma qaşı görə bilərik. 4 düzdür. Yanlışdan yanlış götürmək lazımdır. 4-ü götürmürük. Azaltma dərəcəsində olan sifət işlənmişdir. 1-5 cavabımız olur Y variantı. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Yanlış fikirləri. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə zil qara pişik cır alça ağacını cırmaqlayırdı. Yanlış fikirlər istəyir burada bizdən. Sifətin quruluşca 2 növünə aid nümunə var. Solğun düzəltmədir. Kiçik sadədir. Qara sadədir. Demək, həqiqətən də sifətin quruluşca 2 növünə aid nümunə var. Fikri doğrudur. Bizə yanlışları istədiyinə görə biri çıxaq. İsimdən düzəlmiş sifət işlənmişdir. Solmaq feilindən solğun sifət əmələ gəlibdir. Digərləri də sadədir. Demək ki, 2 yanlışdır. 2 yanlışdırsa, 2 olmayan cavabı çıxaq. 3. Sifətin dərəcələrinin ikisinə aid nümunə var. Solğun adi, kiçik adi, zil qara çoxaltma. Aha. 3 demək doğrudur. 3-ü çıxaq. Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Qara, zil qara çoxaltma dərəcəsindədir, pişik ismini. Sadə ismi təyin edir. 4 doğrudur. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Burada azaltma dərəcəsi yoxdur. Ona görə cavabımız olmalıdır A variantı. 68. Verilmiş fikirlərin aid olduğu sifətləri müəyyən edin. Quruluşca mürəkkəbdir, adi dərəcədədir və əlamət bildirir. Alagöz, bəli, verilən xüsusiyyətlərə aiddir. Açıq fikirli, əlamət bildirir deyəndə biz gözlə gördüyümüz nəzərdə tuturuq. Açıq fikirli görə bilmirik. Ona görə 2 olan cavabı çıxırıq. Uzun saçlıyı görə bilərik. 1-i götürürük, 3-ü götürürük. Tünd xasiyyəti görə bilmirik. 4-ü çıxırıq. Ən xoşbəxt bilmirik. 5-i çıxırıq. Dost doğmanı çıxırıq. Bir də enli kürəkli. Cavabımız olmalıdır. 1, 3, 5. 69. Cümlələrin ilk sözləri əsasında uyğunluğu müəyyən edin. Güclü ideyanı müdafiə edən insan da güclüdür. Burada güc ismindən güclü sifəti. Müdrik, bu da sadə sifətdir. Sifətin sualına cavab verir. Güclü ideya, necə ideya? 1-ə yazırıq A. Sonra sifətin sualına cavab vermir. Müdriklər. Kim müdriklər? Bəli. İkinci sifətin sualına cavab vermir. 2-yə yazırıq B. İsmail Larlər cəm şəkilçisi qəbul edir. Bunu da 2-yə yazırıq. Əlamət bildirir. Nə güclüyü, nə müdriki baxan kimi bilə bilmərik. Keyfiyyət bildirirlər. Azaltma yox, adi dərəcədədirlər. Cavabımız olur Y variantı. 1A, 2-yə B, C. 70-ci sual. Həkim xəstə müayinə edirdi cümləsinin ilk 2 sözü ilə bağlı oxşar cəhətləri müəyyən edin. Həkim və xəstə sözləri. Demək, oxşar cəhətləri istəyir bizdən, düzgün fikirlər tapacağıq. Adlı xaldadır. Həkim adlı xaldadır, amma xəstə bunu müayinə edir. Bunu deyə biliriksə, təsirli haldadır. Ona görə biri ortaq götürə bilmərik, biri çıxaq. İsmi sualına cavab verir. Kim həkim? Həkim. Nə müayinə edir xəstə? Qeyri-müəyyən təsirli haldısa, nə sualına cavab verməlidir? 2 doğrudur. Qrammatik cəhətdən isimdir. Həkim isimdir, amma xəstə sifətdir. Ona görə 3-ü çıxırıq. Əsas nitq hissəsidir, bəli, hər ikisi əsas nitq hissəsidir. Cavabımız olmalıdır C variantı.
71. Çoxaltma dərəcəsində ola bilməyən sifətləri müəyyən edin. Demək, mərhəmətli ən mərhəmətli deyə bilərik. Olur. Biri çıxaq. Dəhlizdəki daki şəkilçisi ilə düzələnlər çoxaltma dərəcəsində olmur. Ona görə 2-yi də götürək, 2 şəkilçisi ilə düzələnlər də olmur. 2-yi də götürək, 3-ü də götürək, qiyabi də olmaz. 2, 3, 4. Ən yaraşıqlı olar, ən mədəni olar. D variantıdır cavabımız. 72. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sifətin quruluş hər üç növünə aid nümunə var. Mehriban, sadə, dilsiz, ağızsız, mürəkkəb, düzəltmə yoxdur. Ona görə biri çıxaq. Ucsuz, bucaqsız, mürəkkəb, silsilə, silsiləli, düzəltmə, uca da sadə. Biri çıxırıq, biri çıxırıq. Amma 2-yi götürürük, 2-yi götürürük. Sifətin quruluşca yalnız 2 növünə aid nümunə. Doğma, düzəltmədir, əziz, sadədir. 2 növ var, 3-ü götürürük. Həmişəkindən düzəltmədir, bir də fərəhli, yenə düzəltmədir. 4-ü götürmürük. Cavabımız olmalıdır. D variantı 2, 3. 73. Verilmiş cümlədəki sifətlərlə bağlı doğru fikirləri müəyyən edin. Artıq dağların yastı döşlərində, enişli yamaçlarında sarı sümbül zəmilərin xısın-xısın zərfdir, hərəkətdən bağlıdır. Al. Bunlar sifətlərimizdir. Baxaq fikirlərə. Bizdən doğru fikirləri istəyir. Sifətin quruluşca hər üç növünə aid nümunə var. Yastı sadədir, enişli düzəltmədir, sarıdır, aldı sadədir. Mürəkkəb yoxdur. Demək, biri çıxırıq. Sifətlərin hamısı adi dərəcədədir. Bəli, burada azaltma və yaxud da ki, çoxaltma dərəcəsi yoxdur. 2-yi götürürük. Bütün sifətlər müstəqil cümlə üzvüdür. Bircə dəqiqə. Artıq dağların, xeyr, hamısı müstəqil cümlə üzvüdür deyə bilmərik. Baxın, ən azından dağların döşləri. Dağların döşləri. Yiyəli üstə gələk mənsubiyyətdir. Arada olan sifət artıq müstəqil cümlə üzvü ola bilməz. Ona görə 3-ü çıxırıq. Qoşma ilə işlənmiş sifət cümlədə təyindir. Qoşma ilə işlənmiş sifət. Burada qoşmadan işlənmiş sifət yoxdur. Qızıl sözü burada isimdir, qoşmadan işlənibdir. Ona görə 4-ü götürmürük. Düzəltmə sifət isimdən yaranmışdır. Bəli, eniş ismindən enişli sifət əmələ gəlibdir. Cavabımız olmalıdır. Y variantı. 74. Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki yanlış fikirləri müəyyən eləyin. Yanlış fikirləri. Yanlışlar istəyir bizdən. Birinci cümlə, demək, qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Burada bizdən nə istəyir? Səhvlər istəyir. Sifətin hər üç dərəcəsinə aid nümunə var. Məsələn, xırdaca çoxaltma, sonra məsud, necə məsud? Adi, qaraşın da azaltma. Demək, bir düz. Rəng bildirən sifət var. Qaraşın. Nədir rəng bildirir? 2 də düz. 2-yi də çıxaq, 1-i də çıxaq. Həm isimdən, həm də feildən yaranan sifət var. Yormaq feilindən yorğun sifəti var. Fərəh ismindən fərəhli sifəti var. 3 düz. Quruluşuna görə sadə olan sifət işlənmişdir. Qoca, sadədir. Amma qaraşın üzünə yaraşmayan, məsələn, xırdaca, bu da sadədir. 4 ortada olmalıdır. Ona görə 4-ü götürməliyik. Bütün sifətlər təyin vəzifəsindədir. Qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Nə zaman? Qoca işçilərə yaxınlaşdıqda. Baxın, burada qoca sözü sifət idi, amma müstəqil cümlə deyil. Fe'li birləşmənin asıl tərəfi kimi işlənmiş olur. Ona görə 5-də səhvdir. Mürəkkəb sifət işlənməmişdir. Mürəkkəb sifət
işlənməmişdir. Birinci cümlədə yoxdur, ikinci cümlədə də yoxdur. Demək cavabımız olmalıdır. D variantı 4-dən 5. 75. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Sifətin yalnız adi dərəcəsinə aid nümunə işlənmişdir. Susqun adi dərəcəlidir. Başqa da sifət yoxdur. Ona görə biri götürərik. Köhnə adi dərəcəlidir. Sarımtıl azaltma dərəcəsi. İkinci cümlədə 2 dərəcə var. Ona görə 2-yi götürmürük. Sifətin hər 3 dərəcəsinə aid nümunə. Çox səliqəli çoxaltma, alçaq adi, sarışın da azaltma. 3-ü götürürük. O kağızı açdıqca nazik adi, xəfif yenə adidir. Demək cavabımız olmalıdır. A variantı 1-3. 76. Verilmiş cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Doğru fikirləri. Demək, fikirlərə baxaq, ona uyğun uyğunlaşdıraq. Hər iki cümlədə quruluşca düzəltmə olan sifətlər işlənmişdir. Şiddət ismindən şiddətli sifəti var. Dəhşət ismindən dəhşətli sifəti var. Demək, biri götürürük. Birinci cümlədə sifətlər həmcins təyin vəzifəsindədir. Başladı, nə başladı? Xəzri. Necə xəzri? Şiddətli, necə soyuq? Şiddətli, soyuq nədir? Həmcins təyinlərdir. Demək, 2 də doğrudur. Hər iki cümlədə həm isimdən, həm də feildən yaranan sifət var. Şiddət ismindən şiddətli sifəti soyumaq feilindən soyuq sifət əmələ gəlir. İsimdən də, feildən də düzələn sifət oldu. Dəhşət ismindən dəhşətli, doğmaq feilindən doğma sifət əmələ gəldi. Bəli, 3 doğrudur. Hər iki cümlədə isimdən, həm də feildən yaranan sifət var. İkinci cümlədə həm düzəltmə, həm də sadə sifət işlənmişdir. Düzəltmə var, amma sadə yoxdur. 4 demək səhvdir. İkinci cümlədə sifətlərdən biri adi, digəri çoxaltma. Dəhşətli də, doğma da adi dərəcədədir. 5 də səhvdir. Cavabımız C variantı 1, 2 və 3 olur. 77. İsimdən düzələn sifətləri müəyyən edin. Əhatə ismindən əhatəli sifəti, zarafat ismindən zarafatçıl sifəti, yaxşılıq isimdir, namərd, mərd sifətindən namərd əmələ gəlir, badam ismindən badamı sifəti, gözəl sifətindən gözəllik ismi əmələ gəlir. Demək, bizə lazım idi isimdən düzələn sifətlər 1, 2 və 5 doğru cavabımız olur. 78. Sifətləri müəyyən edin. Xüsusi sifətdir, nəfs nə isimdir, ictimai sifətdir, yaxşılıq isimdir, ibtidai sifətdir, sevinç isimdir. 1, 3 və 5. 79. Hansı nümunədə altından xətt çəkilmiş ifadə əşyanın əlamətini bildirən sözdür? Gözəl görünmək çoxlarının arzusudur. Əşyanın əlaməti, yəni sifət olsun, gözdən görə bildiyimiz olsun. Burada gözəl zərfdir, çünki hərəkətdən bağlıdır. Mahnını yenə gözəl oxudu. Gözəl, burada da demək, bizdən nə istəyir? Əşyanın əlamətini bildirən sözdür. Mahnını yenə bu gözəl oxudu. Baxın, burada gözəl oxududan söhbət getmir. Gözəl burada zərf deyil. Bu gözəl. Hansı gözəl? Bu gözəl. Ona görə 2-yi götürməliyik. Buralar gözəllər yurdu hesab olunur. Gözəllər yurdu. Gözəl sifətdir, isimlə bağlıdır. 3-ü də götürürük. Atın gözəl yerişi, gözəl yerişdən bağlıdır. Gözəl danışan nədir? Feil sifətdən bağlıdır. 2, 3 və 4. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.